Cəmiyyətdə haqsızlıq olmayacağını istəyən hər bir insan ilkin olaraq özü heç kimin haqqını tapdalamalı deyil. Məncə də o düzgün fikirdir. Çünki bəzən biz danışırıq, amma bizim danışdığımız ortada qalmır. Yaddan çıxır gedir. Deyirlər, sən keçmişdə qalmısan, sən keçmiş fikirlə qalmısan. Keçmiş fikirlə qalmamışam. Əslində mən aldığım tərbiyəni bu günləri önə çəkib göstərirəm. Mənim də övladlarım var və mən verdiyim tərbiyəni mən övladlarımda görmək istəyirəm. Bu günləri kimlənsə dalaşmaq və yaxud da kimsən paxıllığını çəkməklə inanmıram ki, mən elə bir insan görməmişəm ki, kimsə kimsənin paxıllığını çəksin, kimsə kimsənin işini əlindən oğurlasın, həmin adam qabağa getsin. Görməmişəm onu. Mən görmüşəm. Mən də görmüşəm. Çox görmüşəm. Nə qədər? Yəni sən onun nəyini görmürsən məsələn? Firuzə xanım, mən sizə xatirinizə çox istəyirəm də, bilirsiniz, illərdir biz tanışırıq. Bəli, bəli. Amma mən bu fikirdə sizin həm fikir deyiləm, çünki hər sahədə mən görmüşəm, nəinki müğənnilik sahəsində, hər sahədə görmüşəm ki, onun əlində olanı uğurlasınlar, özünküləşdirsinlər, onun mahnısını uğurlasınlar. Az olub, yəni biz bu halları çox görmüşük, həm mahnılarda trend olub, hamısı da yaxşı, ondan qazandığı pul, sən inanırsan ki, onun həqiqətən də xeyrinədir, yoxsa? Xeyrinə olur, olmasın da mən deyə bilmərəm, amma halal olmadığını əminliklə deyə bilirəm. Amma xeyri işlərə xərcləyir, xərclənmir deyə bilmərəm. Bax, sözünüzə qüvvət, sözünüzə qüvvət.